Qarabağdan Ermənistana qaçan keçmiş separatçıların inzibati binası əllərindən alınacaq. Ermənistan hakimiyyəti keçmiş Qarabağdakı qondarma rejimin İrəvandakı nümayəndəliyini uzun müddətdir bağlamaq istəyir. Lakin müəyyən etirazlara görə proses ləngiyir. Separatçılar bu binanı son qala olaraq görürlər. Ötən il Ermənistanın baş prokurorluğu binanın dövlət qeydiyyatının etibarsız elan edilməsi məqsədi ilə İnzibati Məhkəmədə Kadastr Komitəsinə qarşı iddia qaldırdı. Məhkəmənin 22 mayda qərar verəcəyi gözlənilsə də bu məsələ təxirə salınıb. Hraparak nəşri yazır ki, məhkəmə qərarının təxirə salınması seçkilərlə bağlı ola bilər. Hazırda hakimiyyət seçkidən əvvəl əlavə ajotaj yaratmaq istəmir, lakin bu Paşinyan üçün ölüm-qalım məsələsidir. Paşinyan Arsaqla bağlı hər şeyi silmək qərarını verib. Binanın alınması da bura daxildir. Məsələ ondadır ki, Sovet dövründə İrəvandakı Azərbaycan Dram Teatrı bu binada yerləşirdi. Ötən il Azərbaycan prezidenti İrəvanda Azərbaycan Dram Teatrının 120 illiyini qeyd etdi. Bundan sonra Ermənistanın Milli Təhlükəsizlik Xidməti binada əməliyyat keçirərək Arsaq nümayəndəliyini ələ keçirmək istədi. Ardınca məhkəmə prosesi başlandı. Nəşr yazır. Ermənistan mediası iddia edir ki, qondarma nümayəndəlik tamamilə ləğv edildikdən sonra bu binada Azərbaycan teatrının fəaliyyəti yenidən bərpa oluna bilər. Söhbət sülh sazişinin imzalanması və Azərbaycanlıların evlərinə qayıdışından sonra atılacaq addımlardan gedir. Xronika Qafqaz Telegram kanalı Rusiya xüsusi xidmət orqanının əməkdaşının haker hücumuna məruz qalmış telefonundan sızdırılmış gizli sənədlərdən ibarət eksklüziv paket əldə edib. Sənədlərdə iyunun 7-sində Ermənistanda keçiriləcək parlament seçkilərinə müdaxilə və baş nazir Nikol Paşinyanı devirmək strategiyası ətraflı şəkildə əks olunub. Telegraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilib ki, bu sənədlər bir daha Rusiya xüsusi xidmət orqanlarının strategiyalarını, təbliğat metodlarından və mövcud hökumətə qarşı sistematik hücumlardan tutmuş, risklərin və imkanların dərin təhlilinə qədər ətraflı təsvir edir. Bu ssenarinin əsas məqsədi Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün zəncirvari hadisələr həyata keçirməkdir. Bundan əlavə ələ keçirilən materiallarda ölkədəki bir neçə müxalifət partiyasının gizli maliyyələşdirilməsi, koordinasiyası və istifadəsi ilə bağlı verilən təlimatlar yer alır. Məsələn, mənbə təhlükəsizlik qüvvələrinin Nikol Paşinyana güclü sədaqəti, hakim vətəndaş müqaviləsi fraksiyasında parçalanma və komandada panika olmaması səbəbindən daxili çevriliş və ya baş nazirin impiçmenti ehtimalını sıfır olaraq qiymətləndirir. Kəşfiyyat analitikləri həmçinin baş nazirin könüllü və ya geniş miqyaslı küçə etirazlarının təzyiqi altında istefa vermə ehtimalını qeyri-mümkün hesab edirlər. Nəticədə xüsusi xidmət orqanları sərt və ya vaxtından əvvəl hakimiyyətin ötürülməsi variantlarını istisna edərək planlarını həyata keçirmək üçün yeganə mümkün və ən perspektivli ssenarinin 7 iyuna təyin olunmuş parlament seçkiləri və hamının Nikol Paşinyana qarşı birləşməli olduğu qənaətinə gəliblər. Qafqaz Xronikasının dərc etdiyi məxfi hesabatda deyilir ki, Moskva Ermənistan cəmiyyətini 3 seçki segmentinə bölür və burada əsas hədəf əhalinin 70%-ni təşkil edən qırmızı zonadır. Paşinyana qarşı olan, amma əvvəlki liderlərin geri qayıtmasını istəməyən insanlar. Bu böyük kütləni cəlb etmək üçün Rusiya tərəfi oliqarx Samvel Karapetyana güvənir və onu erməni İvanişvili adlandırır. İvanişvili yeni üçüncü qüvvə yaratmalı və müxalifət meydanını vahid ittifaqda birləşdirməlidir. Plana görə bu böyük ittifaqa Samvel Karapetyanın yeni partiyası, Ana Ermənistan, Qaqiq Sarukyanın çiçəklənən Ermənistan partiyası, Kilsə və Vətəndaş platforması daxildir. Sənədlərdə qeyd olunur ki, Eçmiədzindəki yerli seçkilər ilk sınaq dövrü kimi seçilib və burada əsas zərbəni güclü Ermənistan vurmalıdır ki, uğursuzluq halında Samvel Karapetyanın reytingi aşağı düşməsin. Analitiklər Vaqarşapatı əsas məqam kimi qeyd edərək bu seçkilərin Ermənistanın mənəvi paytaxtının azad edilməsi prosesinə çevrilməli olduğunu bildiriblər. Mətndə deyilir ki, İrəvan və Gümrüdə yerli özünə idarəetmə orqanlarının seçkilərdə uğurlu təcrübəyə malik Ana Ermənistan partiyası Eçmiədzindəki seçkilərdə iştirak etməlidir. Həmçinin Rusiyalı strategilər Robert Köçəryan və Ser Sarkisyanın düşərgələrində dərin parçalanma qeydə alıblar. Onların mövcud
hökumətdən daha çox bir-birlərinə qarşı mübarizə apardıqlarını və onları ya Karapetyanın liderliyini qəbul etməyə, ya da tamamilə kənarlaşdırılmağa məcbur etməyi planlaşdırdıqlarını qeyd edirlər. Məlumata görə kuratorlar Serj Sarkisyanı əsas dağıdıcı element hesab edirlər. O, kürəkəni Mixail Minasyanı, texniki fiqurlar Arman Totayan və Ruben Mixtaryan vasitəsilə seçki meydanında irəli aparmaq üçün Robert Köçəryanı oyundan çıxarmağa çalışır. Gümrük-Qars dəmir yolunun dağılmış hissəsi tikilməlidir. Bu barədə Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan deyib. Mirzoyan bildirib ki, bununla bağlı Rusiya ilə dialoq aparılır. Ermənistan Gümrük-Qars yolunu Rusiya ilə birlikdə tamamlamağa hazırdır. Bunu edə bilsək, bu yolu seçəcəyik. Əks təqdirdə başqa yol tapılacaq. Amma bu məsələ həll olunmalıdır, o bildirib. Nazirin sözlərinə görə Ermənistanın Yeni Şərq-Qərb ticarət yolunda alternativ əlaqə olmaq üçün tarixi fürsəti var. Buna bu və ya digər şəkildə nail olacağıq. Əsas mərkəz olmaq üçün tarixi fürsətimiz var. Bunu əldən verməyəcəyik. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.